Gülüstan Sarayında Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə 17-ci Beynəlxalq Musiqi Festivalı çərçivəsində Üzeyir Hacıbəylinin İrsi, Keçmişdən Bugünə adlı beynəlxalq forum işə başlayıb. Forumda açılış nitqi ilə çıxış edən Mədəniyyət Nazirinin müavini Murad Hüseynov deyib ki, 2009-cu ildən etibarən Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan festival artıq musiqi həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. O bildirib ki, bu il Azərbaycan Respublikasının prezidentinin imzaladığı sərəncama əsasən Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən geniş miqyaslı tədbirlər planı hazırlanaraq icrasına başlanılıb. Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktoto Rahim Kulova, İSESCO-nun Bakı ofisinin rəhbəri Abdulhakim Alsinan, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlzadə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru professor Fərhad Bədəlbəyli çıxış edərək Üzeyir Hacıbəylinin əbədi yaşar irsindən danışıblar. Forum işini panel sessiyalarına davam etdirəcək.